Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Azərbaycanın tanınmış qanuni oğrularından olan Hacı Beyləqanski kimdir? Hacı Baba Talıbxanlı 1982-ci il martın 29-da Azərbaycanın Beyləqan rayonunda anadan olub. Talıbxanlı Hacı Baba Tahir oğludur. Orta təhsillidir. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Hacının səs-küylü cinayətləri Rövşən Lənkəranskiyə çatıb. Elə Moskvada Rövşən Lənkəranski ilə tanışlıqları yaranıb. Bir müddət sonra Rövşən Lənkəranski Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçdükdən sonra Hacı da bu ölkəyə gəlib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra Hacı Beyləqanski kimi tanınıb. Onu taclandıranlar arasında Rövşən Lənkəranski ilə yanaşı Taryel Onyani, Givi Tbilisi, Koba Bagdatski, Timoxa Gomelski, Siripa Kutayski, İka Suxumski, Zaur Naxçıvanski, Cemo, Romik Kürd kimi qanuni oğrular da iştirak edib. Bu sxotkada Rufo Gəncənski də Hacı ilə birlikdə taclandırılıb. Beyləqanski sonradan Rövşən Lənkəranskinin killeri sayılıb. Rövşən Lənkəranskinin göstərişi ilə onun əmrlərini yerinə yetirib. Hacı Beyləqanski hal-hazırda həbsdədir və onun adı bir neçə cinayətlərdə, qətillərdə hallanır. O, 19 il müddətinə həbs edilib. Ona qətilləri sübut edə bilməsələr də, cinayət iyerarxiyasında yüksək vəzifə tutduğuna görə hökm oxunub. Rusiyanın prezidenti Vladimir Putinin göstərişi ilə qanuni oğru titulunu daşıyan və oğru olduğunu boynuna alan, kimliyindən asılı olmayaraq qanuni oğrulara 10 ildən yuxarı iş kəsilir. Kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın.